Biz hansı ölçüdə vərəqə çap edəcəyik? Məsələn, bu hansı ölçü kağız sayılır? A4-dür. Biz ortadan 2 yerə qatdalayarıqsa, bu olur 2 dənə A5 kağızı. Display settings-də hansı parametrləri dəyişmək olar? Ayhan cavab verir. Burada ekran ayarlamaları eləmək olur. Parlaqlığı artırıb azalda bilirik. Burada multiple displays var ya, o nə idi bəs? Onu göstərdim sizə keçən dəfə monitoru qoşub. Bu şeydir, projektora falan qoşmaq idi. ASO. Bəs orada connect to a wireless display nə idi? Bax bu connect to this Simsiz qoşulması idi o dediyimiz. simsiz dedimi, evdə televizorunuz var, smart TV-dirsə, İnternet vasitəsilə eyni şəbəkəyə qoşulmuşuqsa, ondan telefonu qoşa bilər. Ya da kompüteri. telefonla və kompüter hər ikisini qoşa bilir. Biz güncəlləmələri niyə eləməliyik? Sima. Güncəlləmələri elədikcə kompüterimizdə həm yeniliklər gəlir, həm də bunu eləmək şərtdir ki, kompüterimiz daim yeni qalsın, kompüterimizdə Daha yaxşı performansla işləsin. Kompüterimizdə problem yaranmasın. Qruplar necə qoşulur? Deməli, Bluetooth-a yeni qruplar qoşmaq üçün əvvəlcə settingsə girir və Bluetooth pəncərəsini açır. Burada Add Device var. Add Device-a basdıqdan sonra məsələn, Bluetooth-la bağlamaq istədiyimizi bura və yaxud da televizora, PC-yə qoşmaq üçün simsiz kabeldən bundan istifadə Yaxşı, bəs mövcud cihazlara hardan görürük? Hal-hazırda var, yəni bizə qoşulur. Aha, orada görə bilir ki, hal-hazırda. Amma not connected yazılanlar qoşulu deyil. nə vaxtsa qoşulub amma, Yaxşı düzdür? qoşulu var, amma hal-hazırda deyil. Burada nə edirdik? Bir saniye bir yetirmeci ekran Bölə bilirdik. Yəni ekranda 3 dənə pəncərə olsun, 2 dənə olsun, 4 dənə olsun, düzdür?